Herkese salam. Gəlin sizinlə birlikdə sabahki 9-cu siniflərin imtahanında düşə biləcək sualların izahına baxaq. Birinci sualdan başlayaq. Bizə deyir ki, iki oxşar üçbucağın uyğun hündürlükləri nisbəti 2-5 kimi olarsa, yəni 2 bölünsün 5, bunların sahələri nisbətini tapın. Biz bilirik ki, hər hansı bir oxşar üçbucağın, fiqurun sahələri nisbəti onların tərəflərinin, hündürlüklərinin, tən bölənlərinin və s. kvadratla bərabərdir. Ona görə də biz bunun sahəsini S1 bölünsün S2 tapmaq üçün bunun kvadratını tapmalıyıq. Kvadratı da 2'nin kvadratı 4, 5'in kvadratı 25, yəni 4 bölünsün 25. Burada da olacaq B variantı. Daha sonra bir üzünün perimetri 24 olan kubun həcmini tapın. Perimetr P bərabər 4A ilə hesablanır. 4A bərabər 24. A bərabərdir, yəni tərəfi 6 çıxacaq. Biz isə bunun həcmini istəyir. Həcm A kubu ilə hesablanır. V bərabərdir 6'nın kubu. O da bərabərdir 216'ya. Yəni Y variantı. Növbəti sual. Sualda verilib deməli x'in kvadratı plus y'in kvadratı çıx 6x plus 12y çıxılsın 4 bərabərdir 0. Mən bunu müxtəsər vurma düsturuna çevirərək hesablaya bilərəm. Yəni x kvadratı çıxılsın 6x, bunu 2'yə bölsəm 3, kvadratı yüksəlsəm 9. Yəni plus 9 plus, biraz sıx yazaq yer qalsın. Plus y'in kvadratı plus 12y. Yine bunu 2'ye bölürüm 6. 6'nın kvadratı 36. Diğer tərəfə də əlavə etməliyəm. Çünki yəni bir tərəfə nəyi əlavə etdiksə, digər tərəfə də onu əlavə edirik. Çıxılsın deməli 4 bərabərdir 36. Ne əlavə etdik? Buradan 9, buradan da 36 plus 9. Sonra bunu mən yaza bilərəm. X çıxılsın 3'ün kvadratı plus y plus 6'nın kvadratı. 4'ü də digər tərəfə keçirsəm 36'nın üstünə 9 deməli gələndə 45, 45'in üzərinə də yəni bu tərəfə dəyişdir, işarə dəyişir. 49. Bize de deyir ki, radiusunu tapın. Burada çevrenin tənliyi alınır. Çevrenin tənliyi bilirik ki, x çıxılsın a plus y çıxılsın b, x çıxılsın a'nın kvadratı plus y çıxılsın b'nin kvadratı bərabərdir r'in kvadratı. Burada r'in kvadratı durur və r'in kvadratı da 49 nəyin kvadratıdır? Kökdə 49 yazsaq 7 alınacaq. Sonra növbəti sual. Uyğun hündürlüklər nisbəti 2-3 olan iki oxşar üçbucaqlardan kiçiyinin perimetri 30 olarsa, digərinin perimetri neçə santimetr olar? Bilirik ki, böyüyünün kiçiyinin nisbət olaraq yazılır. Ona görə deməli deyir ki, kiçiyinin perimetri P1 böl P2'nin yerine 30 yazsam bərabərdir 2 bölünsün 3. 3P1, elə bir ki P1'in yerine x yazsam daha rahat olar məncə. Baştan yazaq ki x bölünsün 3 bərabərdir 2 bölünsün 3'e. 2'ni 30'a vursam çarpaz tənasüblə 60 bərabərdir 3x. X bərabərdir 20. 20 alınmadığına görə deməli digər tərəfini eləməliyik. 30 bölünsün x bərabərdir 2 bölünsün 3. 2x bərabərdir 90. X bərabərdir 45'e. 45 cavab olduğuna görə deməli kiçiyinin böyüyünə nisbətli yazmaq lazımdır. Sonra növbəti sualda nə deyir? Bu da bir ehtimal sualıdır. Sualda deyir ki, ilk 20 natural ədəd içərisindən təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması. Yəni 20 dənə ədəd var və biz 20 daxil deyil. Çünki 20 natural ədəd içərisindəndir. 20 daxil deyil. Hadisəsinin ehtimalını tapın. Öncə 20 dənə ədəd var. Yəni ümumi bilirik ki, ehtimalın məxrəcində ümumi yazılır. Ümumi 20 dənədir.
Bunlar sadələr hansıdır? 1 nə sadədir, nə mürəkkəb, 2 sadədir, 3 sadədir, 5 sadədir, 7 sadədir, 11 sadədir, 13 sadədir, 17 sadədir, 19 sadədir. 3, 3, 6, 2, ümumi nə qədərdir? 8 dənə. Yəni 20 dənədən 8 dənəsi sadədir. Mən bunu onluq kəsirlə, çünki cavablar onluq kəsirləndir. Gördüyünüz kimi cavablar onluq kəsirlə verilib. 100'ə gətirsəm, 100'də 5'ə vurdum, surətdə 5'ə vururam, 40. O dedir, deməli 0 tam onda 4 sıfırlar geçsin. C variantı. Növbəti sual. Ordinat oxuna nəzərən 2-5 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Bu da hər il düşən suallardan biridir ki, ordinat deməli ordinat y-dir, apsis x-dir. Bunu əzbərləmək önəmlidir ki, ordinat y, apsis x. Əgər bizə nöqtə verilibsə və orada deyirsə y-i dəyişin, y-i dəyişin deyirsə x-in işarəsi dəyişir. Amma x deyirsə y-in işarəsi. İndi bizdə ordinat dediyinə görə 2-5 nöqtəsinin x-inin işarəsini dəyişirik. -2, 5. D variantı. Növbəti sualda bizə nə deyir? Xətti ölçüləri 2, 5 və 6 olan paralelipipedin həcmini tapın. Paralelipipedin həcmi V bərabər ABC ilə hesablanır. Bunu da yerinə qoysaq V bərabərdir 5 vurulsun, 2 vurulsun 6. O da bərabər olacaq 60'a. Burada funksiya və koordinat suallarına ait bir sualdır mövzusuna. Y bərabərdir 2x çıxılsın 4 bölünsün 3 funksiyasını qrafik üzərində götürmüş nöqtənin ordinatı. Yenə ordinat deyir, ordinat y-dir. Bu nöqtənin absisini, yəni x-ini tapın. Baxın, absis ordinatı 2 və belə bir funksiyada verilib. Deməli, ordinatın yerinə -2 qoyuruq. 2x çıxılsın 4 bölünsün 3 bərabərdir 1-dən -2. Çarpaz vursam, -6 bərabərdir 2x çıxılsın 4. 2x bərabər, belə deyib, bir dəqiqə. O tərəfə çevirsəm, -2x bərabərdir -4 plus 6. 2, x də bərabərdir -1'ə. Cavabımız olacaq -1. Sonra paralelogram ait sualdır. Bir dənə paralelogram çəkək. Uzunluğu 16'dır. Eni isə uzunluğunun 4'də 3 hissəsidir. Uzunluğu 16'dır. Eni isə uzunluğun, yəni 16'nın 4'də 3'ü. 16 vur 4'də 3. 4'lər ixtisar getsə, enin də 12 tapmış olarıq. İndi bizə deyir ki, bunun perimetri. Perimetri düzbucaq kimi 2 vurulsun A plus B ilə hesablanır. P bərabərdir 2 vurulsun 12'nin üstünə 16 gəlsəm 28. 2'ni də 28'ə vursam P bərabərdir 56. Bu da açıq sualdır ki, 56 olacaq. Sonra bu maraqlı sualdır. Hər il düşən suallardan biridir. Çevrənin tənliyinə aid. Mərkəzi, yəni A və B'si nöqtəsində olan və nöqtəsindən keçən çevrənin tənliyini yazın. Öncə biz bilməliyik ki, çevrənin tənliyi hansı düsturla yazılır? Çevrənin tənliyi x çıxılsın a-nın kvadratı plus y çıxılsın b-nin kvadratı bərabərdir l-in kvadratı düsturu ilə yazılır. İndi aparıb mərkəzləri, yəni a və b-ni yerinə qoyuruq. Bizə a-sını 1, x çıx 1'in kvadratı plus b-mizi 5 verib y çıxılsın 5'in kvadratı bərabərdir l-in kvadratına. Burada x çıx 1 olmayanları çıxsaq əslində cavab alına bilər. Y çıx 5.
Gördüğünüz kimi başlıqları eynidir və biz eri tapmaq üçün digər nöqtəni də aparıb yerinə qoymalıyıq. Bunları silim ki, yer qalsın. Deməli, tənliyimiz necə oldu? X çıx 1'in kvadratı plus y çıxılsın 5'in kvadratı bərabərdir r'in kvadratına. İndi bunun yerine aparıb 1 qoyuruq. 1'dən 1 çıxanda 0, 0'ın kvadratı 0. Ona görə bu getdi. Y çıxılsın 5. Y-in yerinə, yəni 7'ni qoyuram. 7'ni qoysam 7'dən 5 çıxdım 2. 2'nin kvadratı 4. 4 bərabərdir r'in kvadratına. Yəni nəyi elə bil ki, kvadratı yüksəldəndə 4 eləyir. R bərabər 2'ye. Çünki məsələn 2'ni kvadrata yüksəldəndə 4 eləyir. Çox uşaq bura çaşıb 16 yazır. Baxın cavablarda 16 var. 16 necə olardı? 16 4'ün yerində 16 yazılsa olardı. Onda da R başqa rəqəm olacaqdı məsələn. Hə, necə olardı? Məsələn 256 bərabərdir R'in kvadratı yazılsa, siz bura R'in yerinə 16 yaza bilərsiniz ki, 16'ın kvadratı 256'dır. Amma bizə 4 yazıldığına görə R'imiz 2'dir. 2 olan variantda A variantıdır. Sonra yine funksiyaya, xətti funksiyaya ait bir sual. Bizə belə bir koordinat verib. Buradan bir dənə xətt çəkib. Sonra nə deyir bizə? Buranı 6 verib. Buranı 2 verib. Y bərabər kx plus b funksiyasının grafikinə əsasən b vurulsun k hasilini istəyir bizdən. Deməli, biz bunu tapmalıyıq. İndi başlayaq tapmağa. Biz bilirik ki, əgər, məsələn, buradan da yazım, y bərabərdir kx plus b. Əgər bir şeydə y-ə qiymət verilibsə, məsələn, y bərabər 6-dırsa, x bərabər 0 olur. Bunu da aparaq yerinə qoyaq. X'imizin yerində 2, y-imizin yerində 6 durur və biz də bunu bilirik ki, əgər y 6-dırsa, həm də o b-yə bərabər deməkdir. Yəni y-in kəsdiyi nöqtə b-yə bərabər. B-miz də 6-dır. B-miz 6-dırsa, mən rahatlıqla b-nin 6 olduğunu bilə bilərəm. Yəni, bir cavabımız artıq hazırdır. İndi aparaq yerinə qoyaq. Aparıb yerinə qoysam, 0 qoysam, burada 0 plus, yəni 0'ı neysə vuranda 0 eləyir. Üstə 6 bərabərdir 6'ya. Bir dəqiqə. X'in yerinə 0 qoydum. 0k yəni. Birincisi bizdən fərqini istəyir. Mən elə bilmişəm hasilini istəyir. Orada hasil kimi görünür. Bizə deyir fərqini tapın. B çıxılsın K fərqi. İndi gəlin tapmağa çalışaq. Biz burada digər nöqtəni yox, yəni bu 6 olan nöqtəni yox, digər nöqtəni qoyaraq hesablaya bilərik. Burada yazarıq ki, məsələn, dəqiqə. Burada nə yazarıq? Deməli, B-mizin biz 6 olduğunu bilirik və burada 2 dənə nöqtəmiz var bizim. Biri 0 və 6'dır. Biri isə 2 və 0'dır. Yəni, x-imiz 2 olanda y-imiz 0 olur. Amma y-imiz 6 olanda x-imiz 0 olur. Biz burada ikinci nöqtəni yerinə qoyaraq k-nı tapırıq. İkinci nöqtəni burada yazsam ki, 2'miz deməli x-dir, y-imiz isə 0'dır. Mən burada aparıb yerinə qoysam, x-in yerinə qoysam 2'ni 2k plus b-ni də 6 tapmışdım. 6 bərabərdir 0'a. 2k bərabərdir mənfi 6, digər tərəfə keçirdim, işarəsi dəyişdi. K da bərabərdir mənfi 6'nı 2'yə bölsəm, mənfini müsbətə böləndə cavab mənfi alınır, mənfi 3. K-nı mənfi 3 tapdım, b-ni də 6 tapdım. İndi bizdən bunların fərqini istəyir, bu tərəfdə yazıram. Deməli, b çıxılsın k istəyir, hansından hansını çıxıldığını diqqət yetirək.
6 çıxılsın -3. Bu da bərabərdir 6 plus 3, yəni 9. Cavabımız da olacaq 9. Yəni cavab 9-dur. Bunu da belə həll etdik. Sonra növbəti suala baxaq. Düzgün 5 bucaqlının bir xarici bucağını tapın. Bir xarici bucaq 360 bölünsün n ilə tapılır və 5 bucaqlı dediyinə görə deməli bizim bucağımız 5 dənədir. N-də yəni 5 bucaqlısa 5 tərəf var. 360'ı bölürük 5'ə. Deməli 6, 7 təfə 72. 72 düşəcək. Növbəti sual. Buna oxşar bir sualla paylaşmışdım ki, izah etmişdim. N vurulsun, n çıxılsın, 3 bölünsün 2 bərabərdir 44. Tərəflərinin dirsanını tapın. N kvadrat çıxılsın 3n bərabərdir 88. N kvadrat çıx 3n çıxılsın 88 bərabərdir 0-a. Bunu diskriminantla tapsam, ümumiyyətlə də tapa bilərəm, amma diskriminantla da asan. Mən diskriminantı hesabladım və diskriminantı 361 tapdım. 361. Burada deməli diskriminantımız b kvadrat çıxılsın 4ac düsturu ilə hesablanır. Bunu aparıb yerinə qoydum ki, -3, yəni b-imizin kvadratı 9 plus -4'ü vurdum 1'ə, yəni a-nın əmsalına, o -4 olaraq qalır. -4'də -88'ə vuranda müsbət bir cavab, yəni 352 alınır. Bunu da toplayınca cavab olur 361. İndi biz burada köklər düsturundan istifadə edərək tapa bilərik ki, burada yazıram. N1 bərabərdir -b çıxılsın kökdə diskriminant bölünsün 2a. Bunu da aparıb yerinə qoysam, -3 çıxılsın 361'dən kökdə 19. 2'ni 1'ə vursam 2. -3 çıxılsın 19 edəcək. Deməli -22 bölünsün 2, bu -11. -11 dəqiqə. -11. Birinci -11, ikinci də -3 plus. Deməli ikinci düsturumuzu isə hesablasaq, burada -11, sonra ikinci olarak n2 isə -3 plus, yəni düsturumuzda -b plus yazılmışdı. Ona görə də -3 plus 19 bölünsün 2. Bu edəcək 12, 16 bölünsün 2, yəni 8. Mən keçən izahda da demişdim ki, heç bir tərəf mənfi ola bilməz. Ona görə mənfi cavabımızı biz buradan silirik, yəni həmin cavabı götürmürük. Və bu əgər ətraflı bir sualdırsa, ətraflı bir sual kimi düşərsə bunu yazmaq lazımdır ki, cavab tərəf mənfi ola bilməz. Ondan sonra isə həmin 8 cavabını izah etdikdən sonra rahatlıqla yaza bilərsiniz ki, cavabımız 8'dir. Yəni bu sualda da cavabımız olacaq 8. Sonra növbəti suala baxaq. Növbəti sualımız deməli orta xəttə aid olan bir sualdır. Yəni üçbucağa aiddir. Üçbucağı burada çəkək. A, B, C, burada orta xətt var. M, N. Və belə suallar bir neçə dəfə imtahana düşüb, yəni hər il düşə bilər. 26 apreldə də düşə bilər. Ona görə diqqət etmək lazımdır. M'in orta xətti, hardan bilirəm ki, M'in orta xətti AM MB-yə bərabərdir. B-in isə NC-yə bərabərdir. Əgər bərabərlik varsa, deməli, həmin buradakı xətt, orta xətt, yəni bunlar bərabərdir. Fərqlidir, amma bərabərdir, yəni bu parçalar bərabərdir. Sonra ABC-ni bizə verib, deməli, SABC, bunun yəni ümumi üçbucağın sahəsi 48'dir. BMN istəyir bizdən. BMN. Bu kiçiyini. Buranı biraz təmizləyək. Buranı mən təmizləsəm. BMN istəyir bizdən. Yəni bu xətt dediyimi. Bu qırmızı üçbucağı. Biz indi bunu necə tapacağıq? Biz bilirik ki, əgər bir üçbucaqda orta xətt varsa, o sahəni S və 3S bölür. Yəni birincisi S, ikincisi 3S olur. Bunun tərsinə öyrənsəz səhv edəcəksiniz. Yəni birinci S'dir, ikinci 3S'dir. Ümumini isə 48 verib. Yəni ümumi 3S plus S
Yəni 4s bərabər 48. 1s'imiz isə bərabərdir 14'ə. 14'ə bərabərdir. Elə bizdən də 1s istəyir. O da cavab 14. Yəni burada da yazım ki s 3s. Yəni qayda olaraq. Və bunun hərəsinin yerləri var. Biz deyirik ki birinci s'dir. Yəni burada göstərim ki hansıdır. Yəni bura s, bura 3s. Birinci s deyəndə bu kiçiyi deyirik. Sonra bir dənə sualımız qaldı. Ona da baxaq. Sonuncu sualımız isə hər dəfə imtahana düşən suallardan biridir ki, sahəsi 64 olan dairənin diametrini tapın. Bir dənə dairə götürək. Bunun sahəsi deyir 64. Dairənin sahəsi pi r kvadratı ilə tapılır. Bu da 64'ə bərabərdir. Onda r-imiz olacaq 8. Çünki 8'in kvadratı 64 eləyir. Diametrini deyir tapın. Radiusu 8 isə diametr də onun 2'ye vurulması ilə tapılır. Yəni diametr radius diametrin yarısıdır. Onda 8'i 2'ye vursaq diametr dəqiqə. Diametri də 16 olacaq. Yəni bu da bizim oldu cavabımız. Burada da yazım ki elə variantlandır D. Bu sualımızın cevabı da oldu 16. İzahımız isə bu qədər idi. Belə sualların və izahların davamı üçün kanala abunə olmağı və izahımı bəyəndinizsə videonu bəyənməyi unutmayın.